Bugünkü çıxışımda sizə aktyorluğa böyük marağı, davamlı inkişafı və qazandığı uğurları ilə seçilən bir gəncdən, Kamran Əlixanovdan danışmaq istəyirəm. Kamran hələ gənc yaşlarından bəri səhnə sənətinə xüsusi sevgisi, kamera qarşısında özünü sərbəst ifadə etməsi və müxtəlif obrazları təbii şəkildə canlandırma bacarığı ilə fərqlənib. O aktyorluğu sadəcə bir maraq kimi deyil, həyatının əsas istiqaməti kimi qəbul edən gənclərdəndir. Kamran hal-hazırda peşəkar oyunculuk kurslarına gedir və bu sahədə öz bacarıqlarını daha da möhkəmləndirir. Mən Kamran Əlixanov, 11 yaşım var. Film və aktyorluğa həvəsim var. Komik qəhrəman. Çünki komedi səhnələrini çox sevirəm. Mən axırıncı yol filminə baxdım və komedi səhnələrə, oradakı qəhrəmanlara mənə ilham verdi. Yaddaş və xarizma. Çünki yaddaş və xarizma çox önəmlidir. Bayaq dediyim kimi yumor komedi səhnələrdir. Nitq mədəniyyəti, səhnədə davranış, obrazların daxili emosiyalarını açmaq vacib sahələrdə sürətlə inkişaf edir. Məşqçiləri onu məsuliyyətli, diqqətli və yaradıcı yanaşması ilə tanıyır. Ən önəmlisi isə odur ki, Kamran artıq bir çox film və seriallarda rol alıb. Gənc yaşına rəğmən onun geniş ekran təcrübəsi var. Kamranın fəaliyyətinin mühüm bir hissəsi də şəhidlər haqqında hazırlanan verilişdə aparıcı qismində çıxış etməsidir. Bu böyük məsuliyyət tələb edən bir işdir. Kamran şəhidlərin xatirəsini böyük hörmətlə yanaşır, verilişdə hər bir qəhrəmanın həyatını, xidmət yolunu və onların qoyub getdiyi izləri tamaşaçılara dərin hisslərlə çatdırır. Bəli, qoymuşam. Öz filmimi çəkmək. Çünki öz filmimi çəkmək mənə çox maraqlıdır. Motivasiya verir. Çünki kamera arxasında həyəcanlı heç bir şey yoxdur. Motivasiya. Gülüş. Çünki komedi səhnələrdə olmağı bayaq dediyim kimi sevirəm və ağlamaq da sevirəm, amma ən çox gülüş. Bəli, Sherlock Holmes'da Murad. Orada özümə qəhrəmanlıq və ya komedi. Kamran Əlixanov yaxın zamanda yeni bir serialda da rol alacaq. Bu onun karyerasının növbəti uğurlu addımı və daha geniş tanınma şansı olacaq. Uğurlar Kamran, səhnə və ekran həmişə sənə açıqdır.